Bugün Şuşada hər bir Azərbaycanlının paytaxtı hesab olunan, mədəniyyətimizin paytaxtı hesab olunan Şuşamızda biz növbəti dəfə həm Qurtuluş Gününün növbəti il dönümünü qeyd edirik, həm də Şuşa bəyannaməsinin imzalanmasının 5-ci il dönümü qeyd edilir və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə böyük bir konferans keçirildi. Bu konferansda sözsüz ki, Azərbaycanın bugün dünyada nə qədər güclü dövlət olduğunu, Azərbaycanın bugün dünyada öz mövqeyini günü-gündən gücləndirdiyinin biz bir daha şahid olduq. Və bura gələn qonaqlar, 15-ə yaxın ölkədən iştirak edən qonaqların hər biri həm doğma Şuşamızdan danışdı, həm Azərbaycanın qurtuluşundan danışdı. Çünki hər kəsə bəllidir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq daha da çətindir. Məhz Azərbaycan 1993-cü il iyunun 15-də Ulu Öndərin hakimiyyətə gəlməsi ilə öz müstəqilliyini əbədi, daimi və dönməz etdi. Və 1993-cü ildən bu günümüzə qədər, qurtuluşdan zəfərə qədər böyük yol keçərək bugün Şuşada məhz o tədbirin keçirilməsi elə bu hadisələrə ehtiramın ifadəsi idi.